Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 85.000 manata 3 otaqlı ev satışa çıxarıldı. Yerləşdiyi ərazidə Yetərşaltı sarayın arxası. Bu dəfə həqiqi arxasıdır. Yəni yola düz yaxındır, dayanacağa yaxındır. Dayanacaqda ikinci küçədir. Yəni Yetərşaltı sarayı yox, ondan sonraki küçədir bura. Yola yaxın məsafədədir. İnşallah gələndə görəcəksiniz. Bax, belə bir evdir. Şəbəkə pəncərəli evdir, padvalı, kanalizasiyası mərkəzidir, qaz su işıq sayğacları var. Bu sənədi də paket kupçadır. 8 daş kürsülü evdir, bax. Padvanına baxın. Ərazi qupquru ərazidir. Atmaları qəşəng sıx atılıb, kubiklə tikilmiş evdir. Ərazi həyətinə bir dənə baxın, bax belə. Qəşəng ağaclar güllər əkməsinə xüsusi yer saxlayıb orada. Həyətində bir dənə belə krantı var. Hasar və ev özü tarsopka emulsiyadır. Pəncərələrdə bax belə, şəbəkə pəncərə. 8 daş kürsülü. Trapı da göstərək. Bu da trapıdır. Yola yaxın yerdir. Mütləq gəlin bu evə baxın, qiymətində indirim olunacaq. Qazet hazır çəkib saxlayıblar burada. Burada kombine yeridir. Bu da qazetkasıdır. Oradan həyətdə izah eləyəndən sonra gəlib evi göstərir. Evə diqqətlə baxın. Bax, belə bir koridorudur. Belə bir koridordur. Gəlin zəhmət olmasa. Koridordur, hamam tualetdir, mətbəxdir, keramikadır. Qalanları amma laminatdır. Bu keramika olan yerlər istipoldur. Keramika olan yerlər istipol. Obuslar amma radiatordur. Buradan birbaşa qonaq otağına baxaq. Bax, belə bir qonaq otağı var. 85.000 manatadır. Saray qəsəbəsindədir bu ev. Yetərşaltı sarayın arxasındadır. Kupçalı evdir. İki pəncərəsi var. Bax, belə açılır. Görürsünüz. Bax, iki pəncərə belə açılır. Zalın başındadır. Yaxşı evdir, səliqəli evdir. Gəlin mütləq buna baxın. Özdə kurqabı qoşadaşlar tikilib. 40-ın 40-a fundamenti, 20-nin 40-a üstündə kəməri var. Burada mətbəxidir. Mebelası keramikası vurulub. Qaz xəttinə baxın. Bura qədər çəkilib hazırdır. Bir də deyirəm, koridor, hamam, tualet, mətbəx, keramikat, istipoldur, otaqlar radiatordur. Görürsünüz, otaqlar radiatordur. Məsələn, yataq otaqlarına baxaq. Necə? Bax, bu dəmir raşotkalarına qədər vurulub, görürsünüz. Dəmir raşotkasına qədər vurulub hazırdır. Bir yataq otağı buradadır, bir yataq otağı da buradadır. Bu böyük yataq otağıdır, görürsünüz. Tam quru ərazidir. Yəni burada ağac, gül, nə əksiz burada bitir, çünki burada rütubət yoxdur. Bu da sanitar qovşağı. Burada sanitar qovşağı. Necə? Hamam tualetdir, koridordur, mətbəx istipoldur, qalandan da radiator var. Görürsünüz, radiatorun burada yerləri də qoyulur. Bir də izah edəm, Saray qəsəbəsində Yetərşaltı sarayın arxasında əsas küçədən ikinci küçə. Yola yaxın məsafədir, gələndə görəcəksiniz. 85.000 manata 3 otaqlı ev satışa çıxarıldı, qaz, su, işıq sayğacları var. Kanalizasiyası mərkəzidir, sənədi paket kupçadır, yəni evində kupçası var, torpağın da kupçası var, purqabı, qoşadaş kubiklə tikilib, 40-ın 40-a fundamentidir, lap axırda da krişanın altında 20-nin 40-a kəmər fırladılar. Mütləq gəlin bu evə baxın. Sağ olun.